Polşa 2026-cı ildə deyəsən üzümüzü güldürəcək. O qədər low xəbər videolar çəkdim ki, gülə-gülə. Axırda dedilər ki, biraz bu qəriblərin də üzü gülsün. 2026-cı ildə oturum izinləri başvurularını tamamilə onlayn sistemə keçirmək kimi bir planları var. Bu qərar parlamentdən keçib, hələ prezident də imzalamalıdır. Böyük ehtimal 2026 yanvardan olmayacaq, amma 2026-cı il bu sistemi tamamilə onlayn etmək fikirləri var. Bu bizim kimi artıq başvur etmiş insanların həyatında çox da təsir etməyəcək. Proses daha sürətlənəcək deyə düşünürəm. Güya. Yenə də o axırda sən onlayn sistemdən keçəndən sonra mütləq o sənədi print eləyib ofisə gətir deyəcəklər. Yəni bunlardan hələ də bir şey gözləyirəm. Amma ən azından bu haqqda düşünürlər, bu haqqda bir şeylər eləməyə çalışırlar deyə biraz şükür eləyək. Yəni ki, 2026-da başvuru etmək istəyirsinizsə, əgər çox da vacib deyilsə, biraz gözləyin. Bu onlayn sistemə tamamilə keçilsin. Görək necə olur.